Mən Mehman Babaşov 1974-cü ildə Zərdab şəhərində anadan olmuşam. Şəhər bir sayılı orta məktəbində təhsil almışam. 1993-cü ildə Zərdab rayon hərbi komissarlığı tərəfindən milli orduya çağırıldım. Ümumi təlim keçdikdən sonra Qarabağa yollandım, 181 sayılı hərbi hissənin avtomatçısı olaraq döyüşdüm. 181 sayılı hərbi hissə 709 sayılı briqadanın əsasında yaradılaraq döyüş bölgəsinə göndərilmişdi. Füzuli, Beyləqan rayonlarının ərazisində Haramı deyilən ərazidə yerləşirdi. Füzuli rayonunun aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüşlər davam edirdi. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və 6 ay ərzində tamamilə dağıdılmışdı. 1994-cü ilin yanvar ayında aşağı Əbdürrəhmanlı kəndini işğaldan azad etdik. Kəndin azad edilməsi uğrunda gedən döyüşlərdə igid Azərbaycan oğulları şəhid oldu. Bu qəhrəman döyüşçülər arasında Zərdabdan Qarabağa döyüşməyə gələn oğullar da vardır. Kənd uğrunda aparılan döyüşlərin biri mənim də son döyüşüm oldu.